Ölkə kubokunda 8-də 1 final mərhələsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Eyni zamanda yenə oyunlarda hakim damğası öz sözünü dedi. Sabah Bizon Azərbaycan kubokunda 4-də 1 final mərhələsini adlayıb Valdas Dambrauskas komandası əlavə vaxtda İmişlini mübarizədən kənarlaşdırdı. Ölkə kubokunun son qalibinin mərhələ keçməsi gözlənilən idi, amma oyun ərzində bir neçə epizodu qaçırmaqla onlar öz işini çətinləşdirmişdi. Sabah mərhələni keçdiyi üçün bu oyunda yaşanmış bir epizodun üzərindən sakitliklə keçildi. Amma 89-cu dəqiqədə Sabahın qapısına verilən penalti Hakimlər Komitəsi üçün araşdırma mövzusu ola bilər. Sabahın cərimə meydançasında yaranmış qarışıqlıq zamanı topun Umarali Rahmanaliyevin əlinə dəyməsi şübhəsi yarandı. Sabahlı futbolçunun əli açıq olduğundan toxunuş kifayət qədər real görünür. Maçın baş hakimi Kamal Umudlu davam işarəsi versə də Fərid Hacıyev onu vara çağırır. Məhz həmin epizod dəfələrlə CBC Sportun efirində də yayımlandı. Lakin təkrarlarda topun Rahmanalinin əlinə yox, elə başına dəyməsi təəssüratı yarandı. Zərbənin gücündən Umaralinin başının arxaya getməsi də bu ehtimalı artırır. Lakin Umudlu epizodu fərqli gördü. Məhz belə görünür ki, varda əyləşən Fərid Hacıyev də bu qənaətdə olub və həmkarının qərarına təsir edə bilib. Qeyd edək ki, Qubada keçirilən İmişli Sabah maçı qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.